Salam əziz abituriyentlər, hər birinizə bir daha xoş gördük. Bugün OTK-nın növbəti sınağına baxırıq, Azərbaycan dilinin bölməsinə 11-ci sinif A variantı. Deməli, birinci sualda deyir ki, cümlədəki durğu işarələrini bərpa edilərsə, hansı vasitəsiz nitq sxeminə uyğun olacaq? Samir, bəli, gələcəyəm dedi, biraz gecikə də bilərəm. Deməli, burada Samir olduğu müəllifin nitqi, bəli, gələcəyəm. Bu vasitəsiz nitq, dedi müəllifin nitqi, biraz gecikə bilərəm. Bu da yenə vasitəsiz nitq oldu. Deməli, doğru variant D variantı. Son samiti fərqli tələffüz olunan sözləri müəyyən edin. Əmlak, şərik, bu sözlər fərqli tələffüz edilmir, getdi. Çıx, ştrixə çevriləcək, götürəcək. Mirasda heç bir fərq olmur. Dənli, l-nın təsiri ilə n-ya çevriləcək. Dənni olacaq, götürəcəyik. Miskin, cid çevriləcək də son samitini dəyişməyəcək. Xərac, c, c-ya çevriləcək, götürəcək. 2, 4, 6 cavab oldu A variantı. Yerinə görə söz birləşməsinin əsas vasitə tərəfi ola bilər. Vətən, vətən həsrəti, bir də ki, doğma vətən. Təşkil etmək, işi təşkil etmək, bir də təşkil etməyin vacibliyi. Yaza bilmək, qələmlə yaza bilmək, bir də yaza bilmək bacarığı. Deməli, 1, 2, 3 B variantı. Cümlələrin birində vergül işarəsindən düzgün istifadə edilməyib. Bildiyimiz kimi, sanki, güya, elə bildə vergül işarəsi qoyulmaz. Cavab A variantı. 5-ci sual. Deyir ki, cümləsinin sənəd təhlili ilə bağlı yanlış fikirlərdir. Mübariz adam üçün məğlubiyyət ar deyil. Nə deyil? Ar deyil. Nə? Məğlubiyyət. Kim üçün? Adam üçün. Tamamlıq. Hansı adam üçün? Mübariz adam üçün. Baxaq, nəqli cümlədir. Bəli, doğru fikirdir. Ümumi şəxsli cümlədir. Xeyr, müəyyən şəxsli cümlədir. Mübtədası var. Cümlə üzvlərinə görə təhlil sxemi bu sxemdir. Xeyr, mübtəda əvvəldə gəlməyib. Söz birləşməsi ilə ifadə olunan cümlə üzvü yoxdur deyir. Söz birləşməsi ilə ifadə. Bu doğru fikirdir. Bu da doğru fikirdir. Bizdən yanlış istədiyi üçün 2, 3 cavab oldu E variantı. Növbəti sual. Tərkibində həmciz üzvlər olmayan hansı cümlədə tabesizlik əlaqəsi var? Yoxsul çox şey istər. İstər kim? Yoxsul. Həris isə hər şeyi istər. İstər kim? Həris. Elə doğru variant burada A variantıdır. Çünki burada həmciz üzv yoxdur. 2 dənə bərabər hüquqlu cümlədir. Mürəkkəb cümlə olub. Tabesizlik əlaqəsi var. 7-ci sual. Sonuncu saytı uzun tələffüz olunan sözlərdir. 2 i-dən biri düşərək biri uzun tələffüz olunacaq. Götürəcək. Dahiyanə A uzun olunur. Əy, xeyr, getdi. İcraat, son saytı uzun. Bəli, A-nın biri düşür, biri uzun tələffüz edilir. Əmtə, biri düşür, biri uzun tələffüz edilir. Ütubət, burada uzun tələffüz olunur. Ona görə getdi. 1, 3, 4 cavab oldu E variantı. 8-ci sualda yalnız əsas nitq hissələrindən ibarət cümlədir. Uçmağı bacarmayanlar uçurumun kənarında yuva qururlar. Elə A variantı. Burada üçün qoşmadır. Ən ədaddır. Başqa qoşmadır. Alın təri ilə bu da qoşmadır. Ona görə getdi. 9. Üzərində rəqəm yazılmış hansı söz isim deyil. Lakin ismin sonuna cavab verir. Avtobusdakılar. Avtobusdakı kim? Adamlar. Adamlar. Adamlar silindiyi üçün lar hərəkət keçisi gəlib bura. Deməli, buradakı keçisi də sifət düzəldir. Sifətdir, isimləşib. 1. Klassları tamamlaya bilənə müəyyən edin. Başlanğıc formasında 2 leksik hərəci olan sözdür. Gözəl sözün kökü ləş, leksik, gözəlləşdirmək, leksik, anəndə, fe'li sifət 1-i götürəcəyik. Çox, çoxalmaq, çoxaltmaq, çoxaltdırmaq. 3 dənə leksik olduğu üçün getdi. Yol, yoldaş, yoldaşlıq da qrammatikdir, götürəcəyik. Söz, sözləşmək, magmeşdə qrammatikdir, getdi. 1, 4, E variantı. Mətnimizi yəqin ki, oxuyubsunuz. Keçək mətnimizin suallarına.
Üzərində rəqəm yazılmış sözlərin kontekstə uyğun izahını müəyyən edin. Üzərində rəqəm yazılan sözlər 1. Böhran, böhran başlayır. 2 isə vəkil. Böhran A variantında həddən artıq əmtəə istehsalı nəticəsində meydana gələn istehsal azalması və iqtisadi durğunluq. İqtisadi durğunluqdur, bəli olar. 2-də vəkil isə oldu. Məhkəmə tərəfindən məhkəmədə tərəflərin əvəzinə iş aparan şəxs. Tamamilə doğru. Variantı. Çərçivə daxilindəki hissə ilə bağlı doğru fikri müəyyən edin. Bu hissədə deməli Stuartın inşaat sahəsində deməli uğursuzluğu və yeni işə keçməyi. Deyir, bir-birinə əks olan hadisələr təsvir olunub. Baxaq, bir-birinə əks olan hadisələr. Deyir ki, burada təhsil alıb ixtisası üzrə uğurlar qazanmaqda davam edirdi. Lakin köklü iqtisadi problemlərlə bağlı olan böyük böhran başladı və o qapı arxasında qaldı. Demək, uğur qazanmağa və qapı arxasında qalmağa. Bu oldu əks. Əsas hissəyə aiddir, bəli, əsas hissəyə aiddir. Problemin həllindən bəhs olunur. Problemin burada həll edir. Demək, problemin həllindən orada bəhs olunmadı. Stuartın iş həyatı haqqında məlumat verilir. Burada bəli, insanlar bitkiyə çörək tapmırdı, iş həyatı haqqındadır. Problemin həllini hələ sonraki vaxtlardadır ki, o vəkil diplomu alır. Ona görə oldu 4. 1, 2, 4, cavab C variantı. 13. Mətnə görə Stuart məqsədlərindən biridir. Stuartın məqsədləri. Baxaq, ölkədə iqtisadi böhrana qarşısını almaq yox, sadəcə özünü dolandırmaq istəyirdi. Peşə fəaliyyətini dəyişmək, bəli, böhrandan sonra dəyişdi. Şirkətlərin marağını qorumaq, düz, çünki burada yazıb ki, deməli, Dallasa gedib şirkətlərin maraqlarını qoruyan vəkil idarəsi açır. Şirkətlərin marağını qorumaq onun məqsədi idi. Ki, taleyini dəyişmək, əlbəttə taleyini dəyişmək istəyirdi. 2, 3, 4 cavab oldu D variantı. Növbəti suala baxaq. Sonuncu abzasda nöqtələrin yerinə uyğun ifadəni müəyyən eləyin. Deməli, uğura gedən yol insanların dayanmadan özlərində çalışmasından gedir, əlbəttə doğru. 15-də. Mətnə görə güvənli həyat şəraitinin qorunması üçün insanlar nəyin axtarışında olurlar? Deməli, yeni gəlir yerlərinin, daima yeni gəlir yerlərinin axtarışında olurlar. 16-ya. Sənayədə və müəyyən biznes sahələrində tələb olunan xüsusi biliklər universitetdə öyrədilmir. Nəticədə insanların bəzisi bu fürsətlərdən geri qalır. Burada yazıb. Deyir, lakin bir çox sənaye və biznes sahəsi universitetində tədris olunmayan xüsusi biliklər tələb edir. Əgər siz bu biliyə sahib deyilsinizsə, iş təklif edənlərin etirazını qıra bilməyəcəksiniz. Nəticədə bu hissələrdən hər hansı bir cümləni yazsaz kifayət edir. Sonra, bəzi adamlar yüksək zirvələrə uzala bilirlər. Nəticədə səbəb, onlar yeni addımlar atmağa bacarırlar, özləri üstündə qərar verə bilirlər və yaxud özlərini təkmilləşdirə bilirlər. Səbəb budur. Mətnə əsasən sxemi tamamlayan fikirlər yazın. Həyatda insanın problemini kim həll etməlidir? Əlbəttə ki, onun özü doğrudur. Mətnə istinad etməklə fikrinizi əsaslandırın və Stuart ixtisasını dəyişərək zamanın tələbi olan yeni ixtisasa yiyələnir. 18. Mətnə əsasən müqayisə cədvəlindəki rəqəmlərin yerinə obrazların xarakterinə uyğun cədvəl yazın. Stuart addım atmağı bacarır, qətiyyətlidir, öz üzərində işləməyi bacarır. John addım atmaqdan çəkinir, müxtəlif bəhanələr gətirir. Burada var idi ki, buradakı John öz uğursuzlarına hər cür bəhanələr gətirir, örtbasdır edir, tənbəldir. Bu fikirlərdən birini yaza bilərsiniz. Hər ikisi ailə sahibi idi, dost idilər. Bunu yaza bilərsiniz. Ailə başçıları idi. Altına xətt çəkilmiş cümlədəki fikrin mətnin üslubunun səciyyəvi xüsusiyyətinə uyğun şəkildə ifadə edib yazın. Mətnin bildiyimiz kimi üslubu publistik üslubdur. Baxaq. Publistik üslubda daha çox məcaziləyə yer verilmir, məlumat vericidir.
Təhsil çırağını yandırmağa vaxt tapmıram. Təhsil çırağı yox. Burada yazmaq olar ki, təhsil almağa vaxt tapmıram və yaxud oxumağa vaxt tapmıram. Çünki varlığım artıq başqa bir ocağın, ailə və övlad fədakarlığının odunda yanmaqdadır. Çünki ailəm buna imkan vermir, ailə şəraitim buna imkan vermir və yaxud ailə saxlayıram. Bu cür yaza bilərsiniz. Əvvəlində işarə qoyulmuş sözlər sırasında cədvəli tamamlayın. Deməli, mətnin üslubu funksiyası, mətndəkindən fərqli üslubu funksiyada cümlədə işlədilməsi. Baxaq. Deyir ki, lakin kökü iqtisadi problemlərlə. İqtisadi problemin kökü olmur, bu oldu məcazi mənada. Həqiqi mənada isə ağacın kökü. Aşağıda isə ocaq sözü var. Ocağın ailə və övlad fədakarlığı. Başqa bir ocağın, yəni ailənin. Bu məcazi mənadadır. Burada yazsan bədii üslub. Həqiqi mənada bir söz yaza bilərsən ki, peçin ocağında və yaxud odunun ocağında qızışırdıq. Keçək növbəti mətnimizə. Müqayisə cədvəlindəki hansı fikirlərin yeri dəyişdirilirsə, yol verilmiş səhvlər deyir, düzələk. Baxaq. Maddi vəziyyətin aşağı olan insan deyil, çay tarlasının sahibi, bir də ki, düyü tarlasının sahibi. Bu, hər ikisinə aiddir. Bu, gələcək bura. Bir də ki, əsəbi danışır, bəli, bu, çay tarlasının sahibi əsəbi halda danışırdı. Deməli, burada verilib ki, çay tarlasının sahibi qəzəblə titrəyən səslə danışırdı. O, digər isə ahəstə, yəni təmkinlə danışırdı. Düyü sahibi, tarlasının sahibi. Növbəti. Deyir, səbətə qoyulmuş müvəqqəti verdiyini bildirir, bunu bildim. Öz iddiasında istirarlıdır. Öz iddiasında hər ikisi istirarlı idi. Amma qonşularına şər ataraq onun sözlərinin yalan olduğunu vurğulayır və sonunda məlum olur ki, düyü tarlasının sahibi ona şər atırdı. Deməli, bunların yeri dəyişilməlidir. 1, 5, 3, 6, cavab C. 22-ci suala baxaq. Mətndə təbliğ olunur. Ədalətli qərar çıxarmaq, bəli. İşində peşəkar olmaq, bəli. Hakim işində peşəkar oldu. Qonşudan geri qalmamaq, bu yox. Mətndə tənqid olunur. Haqqın müdafiəsi yox, bu tənqid edilməz. Nəfsin əsiri olmaq, bəli. Problemini ötəri həll etmək, xeyr, ötəri həll etmir. Problemi sonunda həll edir. Deməli, 1, 2, 5, cavab Y variantı. Növbəti suala baxaq. Problemin həllinə ilk dəfə kim cəhd etdi? Cümlənin mətnin əvvəlində deyir ki, qəzəbi sustura bilmədik, aranı sakitləşdirə bilməyən qonşular. Deməli, ilk dəfə qonşular həll çalışdı. Qonşular. Daha sonra polisə müraciət etdilər. Mətnin ideyasına uyğun fikir hansıdır? Yalan ayaq tutar, amma yeriməz. Daha sonra hakimin səbətə sual verməsinin birbaşa nəticəsində oldu. Haqq ədalət bərpa oldu. Nəticədə birbaşa haqq ədalət bərpa oldu. Səbətin sahibi tapıldı. Deyir, səbətin əsl sahibinin müəyyənləşməsi, bu da müəyyənləşdi. Amma daha çox haqq ədalətə bərpasıdır. Yəni, çünki qonşuların hər ikisində imkanı var idi. Bir səbətə görə mübahisə dəymirdi. Sadəcə olaraq bir-birinə pis təsir edirdi ki, nəyə görə mənim səbətim onda olsun. Əsas orada haqq ədaletin bərpasıdır. Növbəti sual. Altından xətt çəkilmiş cümlədəki fikrin mətnin üslubu səciyyəvi xüsusiyyətlərinə uyğun başqa bir cümlə ilə ifadə edib yazın. Altından xətt çəkilmiş ifadəyə baxaq. Deyir ki, o elə bilirdi ki, heç kim onun yalan danışdığını bilməyəcək. Bədii üslubda işlədə bilərsiniz, məcazi mənada. O elə bilirdi ki, yalanın üstü açılmayacaq. Bu doğru fikirdə olar. Sonra hökmünü mətnlə əlaqələndirən və fikrinizi əsaslandırın. İki adam haqqında qərar veriləcəksə, hər ikisini dinləmək vacibdir. Bəli, deməli, mətndə də olduğu kimi hakim hər ikisini tərəfi dinləyərək sonunda özü qərar verdi. Nəticə çıxardı. 28. Mətnin hər üç tərkib hissəsini əldə edən plan bəndi tamam yazın. Girişi yazıb, əsas hissədə qonşuların dediyi sözlər, yəni qonşuların dindirilməsi, nəticədə isə haqq ədalətin bərpası, ədalətin yerinə tanınması, hakimin qərarı. Mətnin əsasında cədvəli tamamlayın. Hakim həqiqəti bu ipucu əsasında müəyyən etdi. Səbətin ətrafında çay toxumlarının tökülməsi ilə çayın toxumlarının tökülməsi nəticəsində
yazdıq. Əsaslandırma çubuğu vurduqdan sonra düyü toxumları ilə yanaşı çay toxumları da töküldü və bunun ilk növ əvvəl çay sahibinin olduğu üzə çıxdı. Çərçivədə verilmiş ifadəni yerinə görə əvəz edə bilən məcazi mənalı nümunə yazın. Çərçivədə verilən ifadə. Deməli, o malını mənə qaytarmaqdan imtina edib boyun qaçırmaq haqqımı tapdılar. İmtina etmək, boyun qaçırmaq. Bu günlük bu qədər. Hər birinizə uğurlar əziz şagirdlər.